Basketbol oyunu bilirsiniz də 1891-ci ildə Amerikada yaranıb. Yaradıcısı James Naismith tərəfindəndir. 2 səbətlə oynanılır. Səbətə atılan toplar 1, 2, 3 xalla dəyərləndirilir. 6.75-liyin xaricindən atılarsa 3 xal, daxilindən atılarsa 2 xal, cərimə atışları isə 1 xalla dəyərləndirilir. Voleybol oyunu 1895-ci ildə Amerikada yaranıb, William Morgan tərəfindən yaradılıb. 6 nəfərlə oynanırlar. Bir komandada 6 nəfər, ümumi meydançada 12 nəfərlə oynanılır. Atletika 5 bölmədən ibarətdir və 48-49 növdən ibarətdir. Olimpiya oyunlarında 48 növ daxildir, dünyaya isə 49 növ daxildir. 5 bölməyə nələr daxildir? Qaçışdır, yerişdir, atmalar, tullanmalar və çoxnövçülük daxildir. Müəllim, təbrik edirəm sizi. Çox sağ olun. Nəticə topladığınıza görə 60 ballıq sistemlə sertifikasiya imtahanında 58 bal toplamısınız. Novruz müəllim, əvvəla sizə çox minnətdaram. Çox təşəkkür edirəm. Sizin əziyyətiniz çox böyük əziyyətiniz oldu. Bizim mənimlə fərdi hazırlaşdı, mən sizinlə fərdi hazırlaşdım. Saatı mütləq qeyd eləmək istəyirəm. Çünki çox sağ olun ki, əvvəla ona görə çox sağ olun ki, saata görə razılaşdınız. Bizim qrupumuzun adı yəqin ki, yadınızdadır. 6 bazar səhər tezdən. Biz şənbə günü saat 10-da, bazar günü isə səhər saat 8-də qoşulurdu. Buna görə öncədən minnətdaram sizə ki, yəni bu saata görə düşünürəm ki, bir çox müəllimlər bu saata razılaşmazdı. Amma çox sağ olun ki, buna görə razılaşdınız. Minnətdaram. Təbii ki, bizim bir hədəfimiz var idi və o hədəf yolunda yuxusuz gecələrimiz də olubdur, əziyyətimiz də olubdur, səhər tezdən də. Ən çox da sizin əziyyətiniz olub. Sizə vaxtı-vaxtsız mesaj yazmaqlarım, sual soruşmaqlarım, yəni adi bir sualı belə nədəsə qaranlıq qaldısa, mən saata baxmadan sizə yazırdım və çox sağ olun ki, siz də saata, vaxta baxmadan ona anında reaksiya verib cavab verirdiniz. Buna görə çox minnətdaram sizə. Əziyyətiniz çox oldu. Əziyyətinizi halal eləyin. Əsas o halallığı bizə verin ki, biz də o 58 balın halallığını duya bilək. Halal olsun. Çox sağ olun, minnətdaram, çox sağ olun. Əgər zərrə qədər də sizin üzərinizdə əziyyətim varsa da, haqqım varsa da halal olsun. Minnətdaram sizə, çox sağ olun. Allah razı olsun. Bir daha deyirəm, haqqınızı halal eləyin. Əziyyətiniz çox böyük oldu, əziyyətinizi halal eləyin. Sizə də uğurlar arzu edirəm. Müsahibə mərhələsində də inanıram ki, orada da yüksək nəticə toplayacaqsınız. İnşallah. Allah. Uğurlar. Çox sağ olun, minnətdaram.